Buxarinin ustadı olan Əbu Şeybənin Əl-Musənnəf kitabına müraciət etsək, görərik ki, sahabələr o dövrdə təvəssül ediblər, Peyğəmbərə təvəssül ediblər və Allahla öz aralarında Peyğəmbərə vasitə qərar veriblər. Deyir, Ömərin xilafəti zamanında quraqlıq dövrü başlayır və bir nəfər gəlir, sahabələrdən biri Peyğəmbərin qəbrinin yanına. Əbu Şeybə deyir ki, fəcaə raculun ilə qabrin nəbi sallallahu aleyhi və alihi və səlləm fəqalə və deyir, ya Rasulallah, ey Allahın Rəsulü Peyğəmbəri, istəsqi li ümmətikə, ümmətin üçün Allahdan yağış istə, yağış yağdırmasını istə. Fə innəhum qad hələku, və onlar həlak olurlar. Sonra deyir ki, bu gəldi Peyğəmbərə ki, təvəssül etdi, Allahdan yağış yağmasını istədi, yağış yağdırmasını istədi. Deyir, bu yatdı yuxuda bir nəfəri gördü, gəldi onun yanına, dedi ki, Ömərə salam dinən və dinən ki, Allah tez bir zamanda sizə yağış yağdıracaq və yağış da yağdı. Ki, bu Əbu Şeybənin Əl-Musənnəf kitabında gəlib bu hədis. O zaman belə çıxır ki, Əbdülvəhabın sözünə əsasən, və bu Vəhabi ki, Azərbaycandadır, iddia edir ki, hər kim təvəssül etsə, hər kim qəbirləri ziyarət etsə, müşrikdir, şirk qoşub, kafir olub. O zaman belə çıxır ki, bu sahabələr də elə müşrik olublar, kafir olublar. Əbu Şeybə də kafirlərdən danışıb öz kitabında.